qanlı hərflərlə tarixə yazıldı. Lakin bu faciə bizə şərəfli yolu göstərdi. Biz azadlığımızı, müstəqilliyimizi qoruduq, tanıdıq, bildik və gələcək nəsillərə bir örnək olaraq çatdırdıq. Şəhidləri anmaq, yad eləmək bizim borcumuzdur. Gəlin elə biz hamılıqla bir dəqiqəlik sükutla vətən torpağının azadlığı uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin, Allah şad olsun. Gülaç müəllim, sən də gəl burada dur. Sən niyə durmuşsan orada? Gəlin bəyərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gülnar mənim çox sağ olun. Kollektivizə minnətlarımı bildirirəm. Sağ olun, var olun. Bugün 20 yanvar şəhidlərini yad eləməklə bərabər öz şəhidlərimizi də yad elədik. Təbii ki. Allah onlara rəhmət eləsin. Hər biri qəhrəmandır. Bu kənd qəhrəman bir kənddir. Bu kəndə yaxşı olardı gələcəkdə. Gələcək nəsillər buradadır, gənclər buradadır. Şəhidlər kənd adı verərdilər. Çünki bu kənd birinci Qarabağ müharibəsində də şəhidlər verib, ikinci Qarabağ müharibəsində də şəhidlər verib. Çoxlu müharibə veteranları var, dövlətə, dövlətçiliyə sadiq oğulları var, qızları var. Allah var eləsin, kəndi, el olmadı. Hər əməl mümkün, kəndində də. Allah rəhmət eləsin, bütün şəhidlərə. Şəhidlər müəllim də öz fikirlərini, sözlərini. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bir də ki, mən o vurğulayım ki, burada uyuyan şəhidlər bizim Qaratəpə kənd tam orta məktəbin məzunları olur. Vətənpərvər kənd olduğu qədər də, yəni bizim müəllimlər vətənpərvər müəllimlərdir ki, belə vətənpərvər oğullar yerləşdi. Bizim Sabirabadın ilk milli qəhrəmanı Mübariz Əzadoğlu Əhmədoğlu bu uyuyan şəhidlərin içərisindədir. Eyni zamanda bizim ən gənc İkinci Qarabağ şəhidimiz Məmmədzadə Pərvizoğlu Toğrul da burada uyuyur. Yəni bütün cəmi şəhidlərə rəhmət eləsin. Hamısı məkanı təbii ki cənnətdir. Bu gələcək nəsillərə bir qəhrəmanlıq üçün örnəkdir. Biz heç vaxt şəhidləri unutmuruq, nə də unutturmalıyıq.